Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Bu videoda sizlərlə Word 2019 mövzusundan 25 dənə vacib sualın izahına baxacağıq. Keçək suallarımıza. İlk sualda bizə deyilir ki, cədvəlin mətnə çevrilməsi üçün hansı lent tabının əmrindən istifadə olunur? İlk öncə Word-ə gəlsək, Word proqramına. Biz bilirik ki, sənədə hər hansı bir cədvəl əlavə etmək istəyiriksə də insert tabının tables qrupunda olan table əmri vasitəsilə əlavə edirik. Məsələn, şablon bir dənə cədvəl əlavə elədim və bu zamanda 2 dənə əlavə tab yaranır. Biri table design tabıdır, bir də layout əlavə tabıdır. Və məsələn, bu cədvəlin içərisində hər hansı bir yazılar yazsaq, random bir yazılar, gəlirəm əlavə açılan layout tabına və burada bir dənə convert to text deyə bir əmrim var ki, artıq bu əmri icra eləsəm, cədvəlim silinir və yerdə yalnız mətn qalır. Yəni, cədvəlin mətnə çevrilməsi üçün istifadə olunan əmr əlavə açılan layout tabının içərisindən edilir. Gəlin, karandaşımızı götürək, layout tabından icra edilir. Sonra ikinci suala keçid edəsək, deyək ki, 35 səhifəyə malik sənəd çapa aşağıdakı parametrlər əsasında göndərilir. Çap üçün neçə ədəd A4 vərəqi tələb olunur? Biz əgər belə deyək ki, çapa göndəririksə də bir sənədimizi, o zaman səhifə sayına 4 əsas yer təsir edirik. Birinci yerimiz buradır. Burada biz belə deyək, neçə dənə səhifəni çapa göndəririk, onları müəyyənləşdiririk. Bizə deyir print all pages, hamısını çap elə, yəni hamısını çapa göndər. Ancaq bunun aşağısına diqqət eləmək lazımdır ki, burada odd pages mi, yoxsa even pages mi yazıb. Odd pages yazıbsa, demək ki, bizə yalnız tək səhifələr çapa gedir. İndi 35 səhifənin necə tapaq ki, neçəsi tək, neçəsi cütdür? Əgər verilən ədəd cüt ədəd olsaydı, yarı-yarıya götürərdim. Məsələn, 34 səhifə versəydi, 34-ün yarısı nədir? 17. Deyərdim ki, 17-si tək, 17-si cütdür. Əgər yox, 35 dənə verilirsə də, bu 35-in, belə deyək, 17-si olur cüt səhifə, 18-i, yəni tək səhifələrin sayı, həmişə cüt səhifələrin sayından bir vahid çox olur. 18 dənəsi də olur nə? Tək səhifə. Deməli, odd pages dediyinə görə burada tapdıq ki, 18 səhifə olmalıdır. Sonra düşürəm ikinci yerim buradır ki, bura diqqət eləməliyəm. Bu nədir? One site yazır, bir də both site yaza bilər ki, məsələn, sənədimdə olan, belə deyək, vərəqləri çap etmək üçün A4 vərəqi bir üzlümü çap etsin, yoxsa 2 üzlümü çap etsin. Əgər one site yazıbsa, demək ki, bir üzlü çap etməlidir. Elə 18-i 1-ə bölürəm, yerdə qalır 18. Yox, əgər 200-lü desəydi, onu da 2-yə bölərdi. Sonra düşürəm, digər diqqət eləməli olduğum yer buradır ki, burada da yazıb ki, gördüyümüz kimi 4 pages per sheet, yəni bir vərəq üzərində 4 dənə səhifəni çapa göndərir. Bu zaman nə edirəm? Burada ən son aldığım 18-i bölürəm nəyə? Bura yazılan rəqəmə. Və yadda saxlayırıq ki, Word proqramında bir səhifə üzərində maksimum 16 dənə səhifəni çap edə bilirəm. İndi 18-i böldüm 4-ə, aldım 4 tam neçəsə. Və yadda saxlayıram ki, bunu həmişə bir dənə özündən yuxarıya yuvarlaşdırıram. Əgər kəsrlə olan bir ədəd alıramsa, tam alıramsa da elə olduğu kimi götürürəm, okeydir. Amma yox, belə 4 tam neçəsə də alıramsa da bir vahid özündən yuxarı, yəni 5-ə yuvarlaşdırıram. Buradan da aldım ki, 5 vərəq lazımdır. Ən sonda biz baxmalıyıq kopya yerinə ki, bizə bundan neçə kopyası lazımdır. Görürəm ki, 5 kopya yazdığına görə aldığım o 5-i də vurmalıyam buradakı 5-ə. Alaram ki, bizə ümumi 25 dənə A4 vərəqi lazımdır. Keçsək üçüncü suala. Deyir ki, verilən lent qrupu hansı lent tabında yerləşir? Baxırıq ki, bizə nə verib? Options qrupunu verib. Different first page var, sonra different odd and even pages falan. Belə bir əmrlərim var. Bu zaman nə edirəm? Deməli, biz gəlsək Word sənədinə. Burada header footer əlavə eləmək istəsəm, gəlin neyniyək, cədvəlimizi geri qaytaraq və yaxud da tamamilə silək getsin. Header footer əlavə eləmək istəyirəmsə də insert tabının header and footer qrupunda header və yaxud da footer əmri vasitəsilə əlavə edə bilərəm və yaxud da 2 dəfə səhifə başına vurmaqla da header footer əlavə edə bilərəm. İndi biz header footer əlavə eləmək istəyəndə header and footer adlı bir dənə əlavə tabımız yaranır ki, bunun içərisində də bayaq gördüyümüz options qrupu yerləşir. Yəni, birinci səhifəyə fərqli bir header footer yerləşdirmək, cüt və tək səhifələrdə fərqli header footerlar yerləşdirmək və s. İndi, gəlsək bizdən nəyə soruşur? Hansı lent tabında yerləşir? Deyirsə də, əlavə açılan header and footer tabında yerləşir. Dördüncü suala keçid eləyək.
Dördüncü sualda deyir ki, Word 2019 mətn redaktorunun hansı görünüş rejimlərində üfüqi xəttkeş görsənir? Biz bilirik ki, Word 2019 proqramında 5 dənə görünüş rejimi var və bunlar harada yerləşir desək, View tabında yerləşir. View tabında yerləşən bu 5 dənə görünüş rejimində nələr yadda saxlamalıyıq? Ən asan şəkildə xəttkeşlə bağlı soruşulursa da, hansıların ki, sonunda 2 dənə t varsa da, demək ki, həmin görünüş rejimində 2 xəttkeşin ikisi də görsənir. Hansı sözlərin sonunda bir dənə t varsa da, demək ki, onlarda yalnız bir xəttkeş görsənir və bu da üfüqi xəttkeşdir. Dediyimi tətbiq edeyim. Məsələn, aşağıdan yuxarı qaydaq. Draft görünüş rejimi var. Görürəm ki, burada bir dənə t var. Deməli, bir xəttkeş görünür. O da olur üfüqi xəttkeş. Bizə üfüqi xəttkeş dediyinə görə götürürəm. Read mode yazıbdır ki, burada görürəm ki, heç bir sözün sonunda t yoxsa, demək ki, heç bir xəttkeş görsənmir. Web layout görünüş rejimi var ki, burada da yalnız layoutun sonunda t olduğuna görə deyirəm bir xəttkeş görsənir və bu da üfüqi xəttkeşdir. Deməli, bunu da götürürəm. Outline sözünün sonunda görürəm t yoxdur. Demək ki, burada heç bir xəttkeş görsənmir. Layout deyə də bir görünüş rejimim yoxdur Word-də. Digər bir də print layout deyə bir görünüş rejimim var. Orada da həm print, həm də layout sözünün sonunda t olduğuna görə hər iki xəttkeş görsənmiş olur. 5-ci suala keçsək, bizə deyir ki, mətn prosesorunda mouse-la cümləni necə seçmək olar? Yadda saxlayıram ki, cümləni seçməyin testlərdə ən çox ikisini verirlər, iki üsulu. Bir, F8-i 3 dəfə basmaqla, bura qeyd edək, F8 klavişini 3 dəfə basmaqla. Bir də mətn daxilində, yəni belə deyək, hər hansı bir söz hissəsində, sözün üzərindəmi və yaxud da mətn daxilində hər hansı bir yerdə kontrol basılı vəziyyətdə sol düyməni bir dəfə klikləsək, biz cümləni seçmiş olarıq. Yəni, cavabım olur D variantı. 6-cı suala keçid eləsək, deyir ki, Word 2019 proqramının lent tabları və onlar vasitəsilə yerinə yetirilən əməliyyatlar arasında olan uyğunluğu müəyyən edək. Bizə tablar verir, daha doğrusu, bir də nələr verilir? Əmrlər verilir. Deyir, sözlərin hecalara bölünməsi. Sözlərin hecalara bölünməsi Word proqramında layout tabında, buradakı page setup qrupunda olan hyphenation əmri vasitəsiyləndir. Deməli, nəymiş? Hyphenation əmri vasitəsiylənmiş, layout tabında yerləşir. Bu da 3-ə oldu A variantı. Sonra mətnin sol, sağ və ya mərkəzə görə düzləndirilməsi. Bu əmrlərimiz yerləşir home tabının paragraf qrupunda olan bu 4 əmirdir ki, paragrafı sola, mərkəzə, sağdan və hər iki tərəfdən düzləndirir. Deməli, haradaymış? Bu da home tabındaymış. 1-ə getdi B variantı. 3-ə baxaq. Kalender toolların əlavə edilməsi. Diqqətlə buranı yadda saxlayırıq. Əgər mən bayaq da dediyim kimi kalender tool əlavə eləmək istəyirəmsə də, bu insert tabının header və footer qrupunda olan header və footer əmrləri vasitəsiyləndir. Yox, artıq əlavə elədiyim header footeru fərqləndirmək istəyirəmsə də, buna əlavə açılan bayaqki kimi header and footer tabından da yerinə yetirə bilərəm. Əsas tablar olan layout tabından da yerinə yetirə bilərəm. Məsəl üçün, burada əsasən əmr kimi buranı kəsib versələr, line numbers əmrini götürə bilirik. Düzdür, digər əmrlər də göstərirlər, amma testdə əsasən bu 3 hissəni kəsib verirlər. Buradan gəlsəm, line numbering options var ki, açanda bizə nə edir? Page setup'ın dialog pəncərəsini açır. Deməli, mən haradan eləməliyəm? Layout tabının page setup'ın dialog pəncərəsindən edirəm. Burada da layout deyə pəncərə əlavəsi var ki, bunun içərisində görürük ki, header and footers deyə bir başlıq var. Bunun altında mən tək və cüt səhifələrə fərqli header footerlar yerləşdirə bilərəm. Daha sonra birinci səhifəsinə daha fərqli footerlar yerləşdirə bilirəm. Sonra ümumi səhifədə olan mövqeyini təyin edə bilərəm ki, məsəl üçün, boşluqlar yuxarıdan aşağıdan nə qədər olsun. Bir də əlavə haradan edə bilərəm? Əsas tabım olan file tabından. Deyər, filedan necə eləyirəm? Fileın print hissəsinə gəlsəm, bu hissənin aşağısında görürük ki, burada page setup yazılır. Yəni, bu page setup'ın üzərinə basdıqda biz yenə də layout tabının page setup'ının dialog pəncərəsini açmış oluruq. Yenə eyni əmrlər burada da olduğuna görə deyirəm ki, əlavə etdiyim header footeru fərqləndirmək istəyirəmsə də, ya əlavə açılan header footerdan eləyirəm, ya əsas tabım olan layoutdan eləyirəm, ya da ki, əsas tabım olan filedan eləyirəm. İndi, baxaq, kalender toolların əlavə edilməsi deyirsə də, dedik, əlavə etmək sadəcə insertdədir. Tək və cüt səhifələrin kalender toollarını fərqləndirmək istəyirəmsə də, bu artıq haradaymış? Layout tabındaymış.
Sonra bir D variantım qaldı. Seçilmiş mətn hissələrinin gizlədilməsi var. İndi yadda saxlayırıq ki, tutalım nəsə bir sözlər yazaq. Mən o sözlər içərisində nələrsə gizlətmək istəyirəm. Tutalım elə bunu gizlətmək istəyirəm. Seçdim. Gəlirəm Home tabına. Burada font qrupunun dialoq pəncərəsi var ki, dialoq pəncərəsini açdıqdan sonra burada hide əmri var. Bunun quşunu qoysaq, aktivləşdirsək, sonra da OK versək, artıq seçdiyimiz mətn hissəsini gizlətmiş oluruq. Yox, əgər fiqurları necə gizlədə bilərəm, yəni obyektləri necə gizlədə bilərəm deyirsə də, məsəl üçün, gəlirəm insert tabından bir dənə fiqur əlavə eləyək, gəlin bunu əlavə eləyək. Onda nə edirəm? Gəlirəm Home tabına, burada editing qrupu var. Editing qrupunun select deyə bir əmri var ki, bunun alt əmri olan selection paneli açıram. Bunun içərisindən hide all var ki, ya bütün fiqurlarım varsa da, çoxsa da hamısını bir yerdə gizlədib, hamısını bir yerdə göstərə bilərəm. Və yaxud da buradakı bu göz işarəsinin üzərinə basaraq da onları gizlədib göstərmək olur. Yəni, qısaca ümumiləşdirsək, biz mətn fraqmentinin gizlədilməsi üçün Home tabının font qrupundan istifadə edirik. Yox, əgər obyektlərin gizlədilməsini istəyiriksə də, bu Home tabının editing qrupundan olur. İndi bizə də mətn hissəsinin gizlədilməsini soruşduğuna görə bu olur haradan? Home tabından. 1-ə də oldu D. Yəni 1-ə B, D, 2-yə C, 3-ə də A, Y. Elə A variantı uyğun olmuş olur. 7-ciyə keçsək, deyir ki, Word 2019 mətn prosesorunda mətn sahəsində düzbucaqlı formada blokları qeyd etmək üçün hansı haldan istifadə edir? Etmək, daha doğrusu olar. İndi nə edirik? Gəlin bir dənə yazılı olan sənəd açaq. Tutalım elə bunu açaq. Mən istəyirəm ki, burada düzbucaqlı formasında seçimsə də alt klavişini basdı tuturam və sol düymə ilə seçirəm. Görürsünüz, düzbucaqlı formada seçmiş oluram. Sonra istəsək bunların rəngini də dəyişdirərik, arxasına marker də verə bilərik, nə istəyiriksə də onu eləyə bilərik. Deməli, nəymiş? Alt düyməsi basılı vəziyyətdə mouse'un sol düyməsi ilə olurmuş. Sonra Word 2019 mətn prosesorunda .text ad genişlənməsinin təyinatı nədir? Yadda saxlayırıq ki, text formatı, yəni text genişlənməsində olan sənədlər formatlaşmanı özündə saxlamır. Yəni ki, yalnız simvolların ASCII kodunu saxlamaq üçündür. Sonra 9-cu sualda deyir ki, sənədə mündəricət yaratmaq üçün hansı lent tabından istifadə olunur? Biz sənədə mündəricət əlavə eləmək istəyiriksə də, gəlirik reference tabına. Buradakı table of contents əmri var ki, buradan hətta açın burasını göstərim, bəlkə yadda qalar belə görünüşlə ki, ümumi mündəricət əlavə eləmək reference tabından olur. Əgər həmin o tutalım ki, mündəricət əlavə eləmişsizsə də, yeniləmək istəyirsinizsə də, klaviş yolda F9-dur. Deməli, haradan oldu? Mündəricət yaratmaq reference tabından oldu. Sonra 10-cu suala keçid edəsək, deyir ki, 1-dən başlayaraq nömrələnmiş 12 səhifəlik sənəd çapa aşağıdakı parametrlər əsasında göndərilmişdir. Çap üçün neçə dənə A4-ə ehtiyac var? İndi bizə 1-dən başlayaraq nömrələnmiş 12 səhifəlik sənəd. Deməli, mənim sənədimin 12 səhifəsi var. Gəlib baxıram bura. Burada mən əlimlə hansı səhifələri daxil eləmişəmsə də onları çıxır. 3-ü daxil eləmişəm. Gördüyümüz kimi 3 tək olduğuna görə bu bir dənə səhifə oldu. Buraya yazıram 1. Sonra 5-dən 11-ə qeyd edilib. Yəni, aralıq formasındadırsa da nə edirəm? 11-dən 5-i çıxıram, üzərinə də 1 gəlirəm. Yəni, 11-dən 5 çıxdınız, qaldı 6, üstünə də 1 gəldiniz, oldu 7. Deməli, burada da 7 səhifə var. Sonra görürəm 14-dən 15-ə yazıb, amma mənim sənədim 12 səhifəli idi deyə artıq bunu nəzərə almıram. Ümumi 1 ilə 7-ni toplayanda eləyir 8. Deməli, bu hissədən tapdım ki, mənə 8 dənə səhifə çapa gedir. Sonra ikinci hissəyə düşdüm. Buraya yazıb ki, both side, yəni 200-lü çıxartmaq lazımdır. Tapdığım o 8-i bölürəm artıq 2-yə. Qaldı 4. Sonra düşdüm ən aşağı. Deyir ki, 4 page sheet, yəni ki, bir səhifə üzərində 4 dənə səhifəni çıxardacağıq. Bu zamanda aldığım o 4-ü yenidən 4-ə bölürəm. Yəni, buradakı 4-ə bölürəm. Bu da eləyir 1. Ən sonunda aldığım 1-i də kopya sayına vurmalıyam. Bayaq da qeyd etdiyimiz kimi. 1-i də vurdum 2-yə, aldım 2. Deməli, mənə ümumilikdə 2 dənə A4 lazım imiş. 11-ci suala keçid eləsək, deyir ki, klaviatura kombinasiyalarının funksiyaları haqqında mülahizələrdən hansı doğru deyil? Birinci buranı işarələyirik ki, qarışdırmayaq. Bizdən səhv olanları istəyir. İlk öncə, birinci variantda deyir ki, Shift, Alt,
Bir də bu aşağı ox vasitəsilə seçilmiş abzasların bir mövqe aşağı yerinin dəyişdirilməsi üçün istifadə olunur. Bəli, düz deyil. Mən hər hansı bir abzası tutalım ki, hətta gəlin göstərək. Bunu açsaq, tutalım buradayam. Shift 6 və aşağı oxu bassam, artıq abzası görürsünüz aşağıya doğru gedir. Yox, əgər yuxarı oxu bassam, həmin abzas bir mövqe öz yerini yuxarıya doğru dəyişmiş olur. Deməli, 1 doğruymuş. Mənə səhv lazım deyil, götürmürəm. 2-yə baxıram, deyir ki, F12 save pəncərəsini açır. Xeyr, save pəncərəsini açmaq istəsəm, Ctrl-S-dən istifadə edirəm. F12 bizə save as pəncərəsini açır. Deməli, 2 yanlışdır. Ctrl+W aktiv pəncərəni bağlayır. Bəli, doğru deyil. Ctrl+W ilə bir də Ctrl+F4 ilə mən aktiv sənədimi bağlaya bilərəm. Deməli, bu oldu doğru. Sonra Ctrl+R sənəddə lazım olan söz və ya simvolların axtarılması və əvəz olunması pəncərəsini açır. Xeyr, Ctrl-R verilmiş abzasın, yəni seçdiyin abzasın sağdan düzləndirilməsi üçündür. Bayaq da hətta göstərmişdik o əmri ki, Home tabında paragraf qrupunda yerləşir. Buradakı bu right, align right əmridir ki, Ctrl-R-dir qısa yolu abzası sağdan düzləndirmək üçündür. Yəni bu nəymiş? Yanlış imiş. Bunu götürdük. Sonra Ctrl+Enter yeni səhifəyə məcbur keçir. Bəli, məsəl üçün mən kursorum burada durub, tutalım. Burada dursun. Gəlirəm Ctrl və Enteri eyni anda basıramsa da kursordan sağda qalanların hamısı nə edir? Məcburi olaraq növbəti səhifəyə keçmiş olur. Qayıtsaq, deməli nədir? Bizə doğrunu dedi. Ona görə bunu da götürmürəm. Doğru cavabım olur 2 və 4. 12-ci suala baxaq. Deyir, səhifələri 1-dən başlayaraq nömrələnmiş 12 səhifəyə malik sənəd çapa aşağıdakı parametrlər əsasında göndərilir. Printerdə 6 dənə A4 vərəqi olarsa, ardıcıllıqla hansı nömrəli səhifələr çap olunacaq? Baxaq. Bizə deyir ki, hamısını çap elə. Burada birinci yerdən. Sonra deyir ki, bir üzrü çap elə. Bir də ən sona baxsam, hər səhifədə bir dənəsini çap eləyir. Yəni, mənim bir sənədimdə 1-dən 13-yə qədər nömrələnmiş 12 səhifəlik sənəd var. Bunu mən çap eləməliyəm. Artıq məndən hansı nömrəli söhbətlərini istəyirsə də, mən bir yerə də diqqət edirəm. Buradakı bu hissəyə, yəni dəstələnmə hissəsinə baxıram. İki cür dəstələnə bilər. Ya collected var, ya da uncollected var. Uncollected nə görürük biz? 1, 1, 1 yazır, sonra 2, 2, 2 yazır. Bu nə deməkdir? Məsəl üçün, burada kopya sayı 4 yazıbsa, deməli, mən bir sənəddən 4 dənə çıxartmalıyım da, düzdürmü? Necə çıxardıram bunu? İlk öncə bir səhifələrini çıxardıram. Mənə bir səhifəsindən neçə dənə lazımdır? 4 kopya olduğuna görə 4 dənə. Deməli, 4 dənə nə edir? Bir səhifəsini çıxartdı. Ondan sonra keçir ikinci səhifəni çıxartmağa. 4 dənə 2 səhifəsindən çıxardır. Sonra belə davam eləyə, yəni hərəsindən 4 dənə çıxarda, ən sonunda 12-dən də gəlir, 4 dənə çıxardır və yekunlaşdırır. Bizə nəyi soruşur? Printerdə 6 dənə vərəq varsa da, 6 dənə vərəq olursa, deməli 4 dənə 1 çıxardır, sonra da 6 dənə olması üçün 2 dənə də 2-ni çıxardır. Yəni ardıcıllığım nə oldu? 4 dənə 1, 2 dənə də 2 oldu. Keçək 13-cü suala. Deyir ki, Word 2019 mətn prosesorunda hazırlanmış sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Bu şəkildədir. Sonra deyir, ardıcıl düzülmüş abzaslar aşağıdakı əməliyyatlar həyata keçirildikdən sonra ilkin nömrələrə görə hansı sıra ilə düzülmüş olur? İlk öncə nə edir? Deyir ki, birinci abzas seçilir. Bu abzasımı seçdim. Sonra Ctrl-C düymələri birgə basılır. Biz bilirik ki, Ctrl-C kopya eləməkdir. Yəni, artıq mən birinci abzasın kopyasını mübadilə buferinə göndərdim. Sonra nə edir? Kursor 3-cü abzasının əvvəlinə gətirilir. Hara gətirdim kursorumu? Bura gətirdim və Ctrl-V düymələri birgə basılır. Ctrl-V də artıq nə edir? Yapışdırmaq üçündür. Yəni, mən bu 3-cü abzasının əvvəlinə 1-i yapışdırdım. Elə bu xəttimizi düzəldək, olsun bu birinci abzas. Və bu əməliyyatlar yenidən təkrar olunur. Bir də təkrar olunanda artıq kursorun burada dayandığına görə bu araya yenə birinci abzasdan əlavə edilir. Sonra deyir, ikinci abzas seçilir. İkinci abzası seçdim və Ctrl-X düymələri birgə basılır. Ctrl-X nə edir? Verilmiş obyektin kəsilməsi, kat olunması üçündür. Yəni, yerini dəyişir. Buradan artıq silinir, mübadilə buferinə gedir və burada olmur. İndi, sonra nə ardıcıllıq qaldı? Əlimdə bir dənə birinci abzas qaldı. Sonra 2 dənə burada birinci abzas əlavə olunduğuna görə 2 dənə 1 oldu. Üçüncü abzası da heç nə eləmədiyim üçün yerində qaldı. 3 dənə 1, bir dənə 3. Yəni, B variantı uyğun olur. 14-ə baxaq, deyir ki, klaviaturanın Ctrl-Enter düymələrini kiliklədikdə kursor mövqeyini hara dəyişir? Əsas yadda saxlamalısınız bunları. End nədir?
Ctrl End nədir? Sonra bunların şifrli forması necə olur? Yadda saxlayırıq ki, eləcə end olanda və yaxud da eləcə home olanda. End və yaxud da home sətr üzrə keçir. Yəni, biri var, end basırsan, end son deməkdir da. Yəni, sətrin sonuna keçsin. Home bassaq, sətrin əvvəlinə keçir. Əgər yox, bunu kontrolla eləyirəmsə, yəni kontrol endi bir yerdə basıramsa da, bu artıq böyümüş versiyası da. Belə yadda saxlayaq ki, kontrol gəldi, artıq böyüdü. Nədir? Artıq sənədin sonuna keçir. Deməli, Ctrl End nə edir? Sənədin sonuna keçmək üçündür. Yox, əgər Shift artırsan, məsəl üçün Shift End etsən, bu nə edir? Shift artırıldıqda artıq seçmək üçündür. Yəni, məsəl üçün Shift End qoysaq, sətrin sonuna eləcə End keçirdisə də, shiftli formatda sətrin sonuna qədər seçir. Ctrl End sənədin sonuna keçirdisə də, Shift Ctrl End-də sənədin sonuna qədər seçir. Bunları da belə yadda saxlayırıq. Sonra 15-ci suala gəlsək, bizə verir ki, birdən başlayaraq nömrələnmiş 12 səhifəlik sənəd çapa aşağıdakı parametrlər əsasında göndərilmişdir. Çap üçün neçə ədəd A4 vərəqinə ehtiyac var? Baxırıq, bizə nə verir? Əllərinlə daxil ediblər ki, filan səhifəni çap edir. Yenə baxıram, 3-cü səhifəni çap eləməlidir, bir dənə səhifə olur. 5-dən 7-yə qədər, 7-dən 5-ə çıxdım 2, üstünə 1 gəldim 3, yəni 3 dənə səhifə burada var. 9-u özü tək çap eləyir, bir dənə də o oldu. Sonra 10-dan 13-ə qədər, amma mənim sənədim 12 səhifəlik olduğuna görə artıq mən burada 13-ü yox, bu ümumiyyətcə gedir. 13 yox da buranı dəyişib 12 edib nəzərə alaraq hesablayıram. Yəni 10-dan 12-yə qədər olanı hesablayıram. Bu da eləyir neçə? 12-dən 10 çıxıb üstünə 1 gəlirsiniz, eləyir 3 dənə. Ümumi toplasam eləyir neçə? 8 dənə səhifə. Yəni mənim 8 səhifəm çapa gedir. Sonra burada baxıram ki, both side deyirsə də 200-lü çap eləmək lazımdır. Onda 8-i, aldığım 8-i 2-yə bölürəm, qalır 4. Sonra ən aşağıda da görürəm ki, bir səhifə üzərində bir dənəsini çap edir. Yəni aldığım o 4-ü, 8 nəymiş? 4-ü 1-ə böldüm, 4-dür. Ən sonunda kopya sayını, yəni 4-ə vururam, 4-ü eləyir 16 səhifə. Yəni cavabım olur nə? A variantı. Sonra 16-da deyir, aşağıdakı fraqmentə əsasən çap üçün neçə vərəq lazım olacağını müəyyən edin. Baxaq, yenə əlimizlə daxil eləmişik. Birinci səhifəni çap eləyir, olur bir dənə. 3-dən 5-ə qədər olur 3 dənə. Sonra 7-dən 12-yə qədər də 12-dən 7 çıxırıq. 5 üstünə də 1, 6. Ümumilikdə elədi 10 dənə səhifə. One side, yəni bir üzlü dediyinə görə elə 10 qalır. Yəni 10-u 1-ə böldükdə elə 10-un öz eləyir. Ən sonunda kopya sayını, yəni 3-ə vursam 10-u eləyər 30. Yəni, cavabım olur nə? D variantı. Sonra 17-yə baxsaq, deyir, 7 səhifəlik sənədin cari səhifəsində Go to dialoq pəncərəsinin keçid səhifəsində +4 yazısı sənədin 7-ci səhifəsinə keçid təmin edir. Cari səhifə hansılar daha doğrusu ola bilər deyir. Deməli, mənim cari səhifəm bilmirəm, X-dir. Onun üzərinə 4 gələndə gəlib 7 alıblar. Deməli, X burada nə ola bilər ən azı? 7-dən 4 çıxıram, 3 olur. Deməli, mən hal-hazırda 3-cü səhifədə olsam, +4 yazsam, 4 səhifə irəliyə, yəni 7-ci səhifə yazar. Ondan sonra 4-cü səhifədə olsam, +4 yazsam, yenə də 8 eləyir, amma mən 8 yox, 7 səhifəli olduğuma görə sənəd gedib ən sonda dayanır. Sonra 5-ci səhifəni yazsam, yenə üstünə 4 gələndə 9 eləyir, amma 9 yox, 7 səhifəli olduğuna görə sənədim 7-ci səhifəyə gedib dayanır. 6 yazsam, yenə eyni qaydada +4-dən 7-yə gəlir. 7-nin özünü də yazıb, hətta +4 bassaq, nə eləyir? Yenə də 7-ci səhifənin özünə keçid təmin eləyir. Sadəcə olaraq bizə burada deyir ki, sənədin 7-ci səhifəsinə keçid təmin eləyər. Yəni bizə 7-ci səhifənin özündədir demir. Ona görə 3-ü, 4-ü, 5-i və 6-nı götürmüş olarıq. 18-ə baxdıqda deyir ki, 6 sətr və 4 sütundan ibarət cədvəl verilmişdir. Birinci sətrin bütün xanaları seçildikdən sonra merge cells, yəni xanaları birləşdir əmri icra olunmuşdur. Sonra 3-cü sətr seçilmiş və aşağıdakı əmr icra olunmuşdur. Bu əmrlərdən sonra cədvəldə neçə xana olur? Riyaziyyatı birazcıq güclü olan tələbələr bunları şifahi şəkildə, yəni vurmaqla, çıxmaqla tapa bilərlər. Əgər yox, riyaziyyatınız biraz zəifdirsə də narahat olmayın. Ən yaxşısı gedin bir dənə cədvəl çəkin, üzərində də icra eləyin, geçsin dediklərini. 6 sətirdən 4 dənə sütundan ibarət cədvəl çəkirik. 4 dənə sütun deyirsə, 4 sütunumuzu qəşəng şəkildə çəkdik. 6 dənə də sətir olmalıdır. 2, 3, 4, 5 və bu da 6.
Çox mükəmməl cədvəlimiz olmasa da ən azından yaratdıq. İndi sətirləri də nömrələyək ki, hətta qarışdırmayaq, daha asan olsun deyə. İndi deyək ki, birinci sətrin bütün xanaları. Birinci sətir haradır? Bura. Bunun bütün xanaları nədir? 4 dənə bu xana seçilir. Ondan sonra merge cells əmri icra olunursa, bunlar artıq birləşərək bir dənə xana olur. Yəni mən gəlib buradan, məsələn, çox pozduq. Gəlin pozanımızı biraz kiçildək və pozaq ki, daha yaxşı görə biləsiniz. Nə edir? Bu xanaların hamısını birləşdirərək bir xana eləyir. Bunları elədikdən sonra eynisini Word-də də göstərərik ki, necə eləmək olur. Biraz səliqəsiz olsa da artıq idarə eləyərsiniz deyə düşünürəm. Buralar silindi, deməli burada oldu bir dənə xana. Sonra deyir ki, 3-cü sətir seçilmişdir. 3-cü sətir haradır? Bura. Buranın hamısını mən yenə seçdim. Ondan sonra aşağıdakı əmr icra olunur. Aşağıdakı əmr nədir? Split cells, yəni xanaların bölünməsi üçün olan bir əmrdir. Bəs yaxşı, bunu necə bölür? Burada bu merge cells before split əmri var ki, əgər bu aktiv olsa, bu deməkdir ki, xanaları bölməmişdən qabaq birləşdir. Yəni bu 3-cü sətirdə olan bu 4 dənə xananı bölməyə başlamamışdan əvvəl birləşdirir. Artıq burada olur bir dənə xana. Bu aralıqlar pozulur, olur nə? Bir dənə xana. Ondan sonra bölə bilərəm. Bəs necə bölürəm? Baxın parametrlərimi necə verir. Deyir 8 dənə sütuna, bir dənə də sətrə böl. Deməli burada mənim 8 sütunum, hətta çəkək, gözünüz görsün deyə. 8 dənə sütun, bir dənə də sətir yaratdım. Yəni ümumi burada oldu nə? 8 dənə xana qırağa yazıram ki, daha rahat olsun. Ondan sonra da heç nə. Deyir ümumi cədvəldə neçə xana olur? Mən baxıram 1, 2, 3, 4. 4 dənə sətrimə əl vurmadım. 4 sətrin hər birində 4 dənə sütun olanda neçə dənə xana eləmiş olur? 16 dənə xana. 2 dənəsində dəyişiklik elədim. Birində 1 xana qaldı, birində 8. İkisi bir yerdə elədi 9 dənə. Yəni 16-nın üzərindən 9-u gəlirəm, eləyir 25 dənə ümumi xana. Bəs yaxşı, riyaziyyatı güclü olanlar necə hesablayır bunu? 6-nı 4-ə vurur, deyir ki, 24 dənə ümumi xana olmalıdır. Ondan sonra nə baş verir? Buradakı bu deyir ki, birinci sətrin bütün xanaları seçilir. Birinci sətrimdə 4 sütun varsa, deməli 4 dənə xanadır da burada. 4 dənə xana seçiləndən sonra merge cells eləyirsə də bir dənə xanaya dönür. 4-dən 1-ə gələndə nə baş verir? 3 vahid azalır. Deməli, ümumi xana sayım 3 vahid azalmalıdır. Ondan sonra nə baş verir? Deyir, 3-cü sətir seçilir. 3-cü sətirdə neçə dənə xana var? 4 sütun olduğuna görə 3-cü sətirdə 1 sətirdir də. Yenə 4 xana var. Bu 4 xana seçiləndən sonra nə baş verir? Gəlir birinci merge edirsən, yəni birləşdirirsən, oldu bir dənə xana. Ondan sonra da nə edirsən? Onu bölürsən 8-in 1-ə nisbətinə. 8 sütun 1 sətirə böləndə neçə xana olmuş olur? 8 dənə. Yəni əvvəlcə 4 idi, indi oldu 8 dənə xana. Neynədir? 4 vahid artdı. Yəni neynəməliyəm? Plus 4 vahid artırmalıyam. Buradan da yenə alıram ki, cavabım olur 25. Sonra 9-cu suala gəlsək, mətn redaktorunda deyir, sənədə xüsusi mətn effektlərini aşağıdakı əmrlərdən hansı ilə əlavə edirik? Ümumi Word art əmridir ki, dekorativ yazı yazmaq üçün istifadə olunan bir əmrdir. Yəni, cavabım olur 3-cü variant. Xüsusi effektlər verir. Hətta gəlin göstərək. Deməli, gəlirəm insert tabının buradakı text qrupundakı Word arta. İçinə baxsaq, məsələn, neyiniyək? Buradakı bu sözü seçək. Sözü də seçək. Sözün üzərinə 2 dəfə vurmaqla tutalım deyək ki, bu formada olsun. Görürük ki, neynədir? Artıq dekorativ şəkildə onu yazır. 20-ci suala keçid edək. Deyir, qrafik obyektlərin uyğunluğunu müəyyən edin. Birincidə bizə diaqram verir. Diaqram, yəni chart əmridir ki, bu C variantında olandır. Mətn qutusu, yəni textbook'dur ki, bu B variantında olandır. Düsturda equation olan, yəni Y variantında olandır. Gəlirik Word-də də göstəririk bir dəfə bunu. Insert tabında deməli bizə bir dəfə chart, yəni diaqramı vermişdilər. Equation, yəni düsturların əlavə edilməsi üçün olan əmri verilmişdir. Riyazi düsturların funksiyaların əlavə edilməsi üçündür. Bir də nəyi vermişdilər? Bir də mətn qutusu, yəni textbook'u vermişdilər. Textbook da burada görünən kimidir. Sonra cədvəldə aktiv xananın rəngini hansı lent tabından dəyişdirmək olar? Bayaq deyək ki, cədvəl əlavə edirəmsə də 2 dənə tab açılır. Bir table design, bir də layout. Aktiv xananın artıq rəngini dəyişdirmək, dekorativ işləri aparmaq əlavə açılan o dizayn tabından olur. 22-ci suala gəldikdə, MS Word 2019 mətn prosesorunda aşağıdakı şəkildə verilmiş əmrlər hansı lent qrupuna aiddir? Biz nə görürük? Görürük ki, ümumi fontun stilidir, nə bilim,
ölçüsüdür, böyüdüb kiçilməkdir, qalın yazmaq, italik, yəni kursivlə yazmaq, altdan xətt çəkmək falan filan. Bunların hər biri harda yerləşir? Home tabının font qrupunda yerləşir. Bizdən də qrup soruşduğuna görə font qrupu deyirik. 23-cü suala gəldikdə deyir, aşağıdakılardan hansı Word 2019-da görünüş rejimləridir? Bayaq da dedik ki, bizim 5 dənə görünüş rejimimiz var. Print layout'dur, burada var. Sonra nə var? Outline var, draft var. Bir nə qaldı? Web layout var. Bir dənəsi də read mode-dur ki, onlar da burada yoxdur. Yəni 2, 3, 6 olur cavabım. 24-cü sualda deyir, şəkildəki sənədin hansı görünüş rejimi göstərilib? Yəni, baxanda nə görürük? Görürük ki, bizdə lent tabları yox, yalnız file, tools və view görsənir. Bu hissə görsənir. Bu da nə vaxt olur? Gəlib sənədimi view-dan görünüş rejimlərinə gəlsək və read moda qoysam görünüş rejiminə, sənədim həmin görünüşü alır. Yəni, ümumi oxu görünüş rejimində baxmaq üçündür və yadda saxlayırıq ki, read mode görünüş rejimində sənədin miqyası minimum 100, maksimum 300% olur. Bu da istisnadır. Normalda, yəni Word proqramında minimum 10, maksimum 500 miqyas olduğu halda read mode görünüş rejimində minimum 100, maksimum 300 olur. Son sualımıza keçid edək. Deyir ki, uyğunluğu müəyyən edin. Bizə qruplar verir. Onların tablara görə uyğunlaşdırmalıyıq. İlk qrupumuz page background qrupudur ki, bu design tabında yerləşən qrupdur. Yəni, biri olur A variantı. Footnotes qrupudur ki, bu footnotların əlavə edilməsi referens tabından həyata keçirilir. 2 oldu D variantı. Pages qrupudur, yəni ümumi belə deyim ki, üz qabığı yerləşdirməkdir, boş səhifə əlavə eləməkdir və yaxud da məcburi keçid etməkdir ki, bunlar hər biri insert tabında yerləşir. Yəni B variantı olmuş olur. Hətta dediklərimizi bir dəfə də göstəririk. Deməli, nə edirik? Gəlirik. Design tabındakı page background qrupudur. Bu əmrlərimizi də yadımıza salırıq ki, watermark su nişanı, yəni sənədin arxa fonuna bulanıq şəkildə yazımı, şəkilmə əlavə eləmək üçün istifadə olunur. Page color səhifənin arxa fonuna rəng əlavə eləmək üçün istifadə olunur. Məsəl üçün, rəngini dəyişdik. Page border isə sərhəd xətləri, səhifəyə sərhəd xətləri əlavə etmək üçün istifadə olunur. Sonra bizdə nə var idi? Insert'ın pages qrupu var idi ki, cover page, ümumi şablon bir üz qabıqları əlavə etmək üçün istifadə olunur. Blank page, cari səhifədən sonraya boş səhifə əlavə etmək üçündür. Page break də məcburi keçiddir ki, bunu bayaq Ctrl-Enter ilə də qısa yolu o idi. Göstərdi ki, kursordan sağda qalanlar növbəti səhifədən yazılır. Bir də nə var idi? Referensdə footnotlar var idi ki, bu da məsələn bir söz olur, onun üzərinə footnot əlavə edirsinizsə də nə edir? Seçdiyiniz hissənin yuxarısında, məsəl üçün buradaydı deyə kursor, üzərinə 1 yazır, düşür səhifə aşağısında artıq o 1-ə izahatlar verə bilərsiniz. Bugünkü videomuzdan bu qədər. Ümid edirəm ki, faydalana biləcəksiniz.